Bir daha salam, hər vaxtınız xeyirli olsun. Kanalımızın əziz və dəyərli izləyiciləri. Bugün sizlərlə izahımız olacaqsa cavab kartı ilə işləmə. Yəni bilirik, sabah liseylər üçün imtahandır. Düzdür, indi şagirdlər belə deyim, sınaqlarda iştirak edib cavab kartı ilə işləyə bilir. Amma belə deyim, bəzi şagirdlər var ki, həqiqətən indi bilmirəm, nə dərəcədə doğrudur, necə doğru deyil. Sınaqlarda iştirak etməyib. Yəni bu gələn rəylərdən və yaxud yazılan mesajlara əsasən deyirəm. Ona görə cavab kartına işləmək onlar üçün problem yaradır. Ona görə istəyirəm ki, cavab kartının üzərində işləməyi də sizə öyrədəm. Yəni sabahçı imtahan üçün hazırlıqlı olaq. Yəni dediyim kimi, əgər belə deyim, kimsə tam dəqiq başa düşməsə yazar, bununla şəklini belə ataram. Video baxa-baxa tətbiq edə bilər özü üçün. Bunlar düzdür, indi bu sabahçı imtahan üçün deyil, bu ümumi 60 suallıq imtahan üçündür. Amma ən azı belə deyim də bir xeyri olacaq bunun üzərində göstərməklə. Sonra bir də əvvəlki videoda sizə onu demişdim ki, yəni o həyəcana yox deyək videosunda onu demişdim ki, video paylaşacağıq. Təəssüf ki, baxdım videolarıma, belə deyim. Gördüm ki, həqiqətən videolar paylaşmışıq. Yəni keçən il və yaxud bu yaxınlarda belə deyim kanalımızda, səhifəmizdə var. Girib yaxşı-yaxşı videolara baxın. Orada belə deyim imtahana uyğun videolar paylaşmışıq. Yəni ona baxsaz elə bu sizə kifayət edir. Elə mən də ona uyğun hazırlayacaqdım. Sadəcə gördüm ki, belə deyim video paylaşmışıq da onunla bağlı. Yəni onlara baxarsınız. Cavab kartında birinci baxırıq nəyə? Baxın, görürsünüz indi sabahçı kartdan belə deyim uyğun olmayacaq. O da biraz fərqlidir, bu da biraz fərqlidir. Amma sadəcə belə deyim, az da olsa belə deyim izah edim ki, xeyir olsun. Deməli baxın, burada yazılıb ad. Məsələn, şagirdin adı. Tutaq ki, mən öz adımı yazıram. Mənim adım Elmətdindir. Baxın, mən birinci sütuna baxıram. Sütunda E-ləri tapıram. Baxın, A, B, C, C, D, E əlifba sırasından düzülür. Baxın, birinci sütunda E-ni tapdım. Görürsünüz, E-ni yaxşıca qaralayıram. E-ni tapdım. Keçirəm ikinci sütuna. İkinci hərfim nə idi? L. İkinci hərfimi axtarıram L-nı. Baxın, L-nı. Keçirəm üçüncüsünə. Üçüncü hərfimə E, L, M. Üçdə tapıram nəyi? Baxın, M-nı. Görürsünüz, M-nı tapıram. M-nı tapıram. Dördüncü hərfim Ə. Ə-ni tapıram burada. Baxın, baxın, baxın. Ə. Ə harda var onu nə edirəm? Qaralayıram. Deyir burada. Dördüncü Ə. Beşinci hərfimi tapıram. D. Görün var burada D hərfi. Bəli. Burada D-ni diqqətli olmaq lazımdır. D-ni buradan tapdım. Sonra növbəti yenə D-dir. Növbəti İ-dir. İ-ni buradan tapırıq. İ-miz buradadır. İ və N. N-ni tapırıq. Gördünüz, yazdım bura Elmətdin. Yəni öz adımı yazdım. Görürsünüz, adımı yazdım. Yəni dediyim kimi birinci nə indirik? Birinci nədən başlayırıq? Birinci sütundan başlayırıq. E-ni tapıram. İndi sizin əlbəttə siz üzərində Elmətdin yazmazsınız. Hər kəsin öz adını yazar. Tutaq ki, deyirəm uşağın adı məsələn Əlidir. Götürəcək burada birinci sütunda Ə-ni tapacaq. İkinci sütunda L-ni tapacaq. Üçüncü sütunda İ-ni tapacaq. Və soyad da həmçinin bunun kimidir. Və keçək digər məsələlərə. İndi dediyim kimi, yəni cavab kartı başqa cavab kartıdır. Adı biz keçirilən sınağın cavab kartıdır. Sadəcə deyim ki, ən azı belə deyim məlumatınız olsun. Həmçinin soyadda da elədir və ata adında da elədir. Sonra keçirik burada ad, soyad, ata adını da buradan yazırsınız. Sözlərini sadəcə yazırsınız. Sonra məktəbin də nömrəsini yazırsınız. Şəhər, rayon burada yazırsınız. Və keçirik tədris dili, yəni Azərbaycan dili. Azərbaycan dili məsəl üçün deyirəm. Birinci sualı mən tapmışam A variantı. Baxın, birinci sualda 4 variant var. Baxın, A, B, C, D. Məsələn, birinci sualda A variantı tapmışam. Götürüb A-nı qaralayıram. Keçirəm ikinci varianta. Daha düzü ikinci suala. İkinci sualda məsələn mən tapmışam D variantı. Keçirəm, baxın, D-ni qaralayıram. Və yaxud üçüncü sualı yazmamışam. Üçüncü sualı yazmamışamsa heç nə qaralamıram, boş buraxıram. Keçirəm dördüncü sualı, məsələn B variantı tapmışam, B-ni işarələyirəm. Məsələn, 5-ci sualı, 6-cı sualı, 7-ci sualı, 8-ci sualı yazmamışam. Ona görə heç bir şey yazmıram. Bildiniz necə? Əgər 8-ə qədər mən yazmamışamsa, 8 öz daxil olmaqla heç bir şey yazmıram, işarələmirəm. Keçirəm, məsələn, 9-da A variantı tapmışamsa, A-nı işarələyirəm. Bu qayda ilə belə davam edirəm. Və həmçinin riyaziyyatda da tutaq ki, məsəl üçün deyirəm, 35-ci sualda D variantı tapmışam. Keçirəm, D variantı, baxın, yaxşıca qaralayıram, gördünüz, D variantı. 35-ci sualımızda D variantı. Şagirdlər daha çox burada sürüşmələri deyil, ona görə diqqətli olmaq lazımdır cavab kartında. Cavab kartında çoxlu diqqətli olmaq lazımdır. Və yaxud açıq tiplərdə, indi bilmirəm, dediyim kimi, yəni bunu əvvəldən dedim, indi də deyirəm. Yəni cavab kartı adi keçirilən sınaqların cavab kartıdır. Amma ən azı belə deyim, xeyri olardı inşallah sizlər üçün. Məsələn, açıq tiplərdə məsələn 58 yazdım. Məsələn deyirəm 48-ci sualım.
48-ci sualım tutaq ki deyirəm açıq tiplidir. Və burada cavab məsəl üçün mən tapmışam 12. Deməli burada birincidə 1-i işarələyirəm, birinci sütunda. İkincidə də 2-ni işarələyirəm. Cavabı 12 tapmamışdım. Ona görə baxın 1-dən 2-ni işarələdim. Daha burada bilməzsiniz 1-i yazarsınız, altına 2-ni yazarsınız. Xeyr, o yanlış olar. Bu da burada izah etdiyim kimi. Məsələn, burada mən əgər Elməddin yazıramsa, öz adımı deyirəm, Elməddin yazıramsa, mən burada E-ni nişanlayıb altından L-ni nişanlaya bilmərəm. İkinci sütundan L-ni nişanlayacağam. Yəni belə, inşallah bunun da xeyri olar. Yəni dediyim kimi, kimsə hər yerində bilməsə, başa düşməsə deyər, yazar. Mən bunu şəxsi də atarım və özü video baxa-baxa izahlara başa düşər. Sağ olun, var olun, uğurlarınız bol-bol olsun. Dediyim kimi, yəni video artıq paylaşmadıq. Çünki dediyim kimi, yəni üzr istəyirəm, biraz səs oldu. Dediyim kimi, yəni belə deyim. Əgər kimsə səsini olsa izah edə bilərəm, heç bir problemi yoxdur. Bir də əvvəlki videolar, yəni əvvəlki videoda dedim ki, yəni video paylaşacağıq. Baxdım ki, gördüm həqiqətən video paylaşmışıq. Çoxlu liseylərlə bağlı qəbula uyğun da video paylaşmışıq bu yaxınlarda. Yəni girib oradan baxa bilərsiniz. Yəni hər bir şey orada paylaşılıb. Sabahki imtahana hazırlıq olsun. Sağ olun, salamat qalın.